Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan düzbucaqlı üçbucağın sahəsi mövzusuna baxacağıq uşaqlar. Video keçməzdən əvvəl belə bir məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda həm siniflər üzrə mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın uşaqlar. İndi keçək mövzunun izahına. Uşaqlar, biz birinci növbədə nəyi bilməliyik? Düzbucaqlı üçbucaq. Nə demişdik uşaqlar? Düzbucaqlı üçbucaqda baxın, bir bucaq hökmən 90 dərəcə olmalıdır. Baxın, belə bir fiqurdur. Bura 90 dərəcə olmalıdır. A, B və burada bir dənə C. Belə bir düzbucaqlı üçbucaq. Şöyle düzbucaqlı üçbucaqda digər bucaqlarımız, məsələn, bura bir alfa deyirəm, bura bir beta. Bunlar isə iti bucaqlar olmalıdır. Bu A bucağımız, yazıram. Bucaq A bərabərdir 90 dərəcə. Bucaq B iti bucaq. Bucaq C isə hökmən iti bucaq olmalıdır uşaqlar. Və bir də bir şey deyim uşaqlar. Bu bucaq B ilə bucaq da C-nin cəmi həmişə 90 dərəcəni verməlidir. Çünki niyə? Biz bilirik ki, üçbucağın daxil bucaqlarının cəmi neçə dərəcə olmalıdır? 180 dərəcə olmalıdır. Uşaqlar, bizim bu düzbucaqlı üçbucağımızda baxın, AB ilə 90 dərəcəyə bu yaradan xətlər var. 90 dərəcəni yaradan bu xətlər AB və AC-yə ad deyəcək uşaqlar. Bunun adı olacaq katet. Katetlər deyəcək. BC isə uşaqlar, baxın, BC isə olacaq hipotenuz. Bu da hipotenuz olacaq uşaqlar. Bunu yaddan çıxartın. Məsələn, A, bura B, burada bir C desəm, buradakı bu A ilə B, yəni bu 90 dərəcəni əmələ gətirən xətlərə katetlər deyəcəyik. Və 90 dərəcənin kənarda yerləşən, onun qarşısında yerləşən xəttə isə nə deyəcək uşaqlar? Hipotenuz deyəcək uşaqlar. İndi biz düzbucaqlı, yəni bizə ixtiyari düzbucaq verilə bilər. Baxın, istəyir belə çəkilə bilər bu şəkil. Fərqli düzbucaqlar verilə bilər. Əgər 90 dərəcəni görürsə, mən düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün belə bir düsturumuz var uşaqlar. Deyir ki, katetlərinin, yazıram, katetlərin hasilinin yarısı. Yəni, baxın uşaqlar, sahə nə hərfinə işarə S-nə. S bərabərdir. A-nı B-yə vuracam, yəni katetlərin hasilinin yarısı. Yarısı da nə deməkdir uşaqlar? 2-yə bölünməz. İndi deyə bilərsiniz, ay müəllim, bu düstur hardan çıxır? Uşaqlar, baxın, adından bəllidir ki, düzbucaqlı üçbucaq elə düzbucaqlının, baxın, düzbucaqlıdan yaranır. Necə yaranır uşaqlar? Baxın, mən bunu belə çəksəm, baxın bir dənə, burada bir dənə belə bir fiqur yaranır. Belə deyim, baxın uşaqlar, bu düzbucaqlının diagonalı bunu tən yarı bölüb, burada bir fiqur yaranır uşaqlar. Burada da bir dənə düzbucaqlı üçbucaq fiquru yaranır. Bunu tən yarı böldüyünə görə uşaqlar, normalda mənim düzbucaqlının sahəsi necədir? S bərabərdir. A vur B-dir də, yəni enini uzunluğuna nə etməliyəm uşaqlar? Vurmalıyam, elə deyilmi? Burada onun tən yarısı olduğuna görə biz nəyə bölməliyik? 2-yə bölməmiz lazım. İndi gəlin keçən uşaqlar sualların izahlarına. Məsələn, misal nömrə 1-də deyir ki, düzbucaqlı üçbucağın katetlərinin uzunluqlarını tapın və sahəsini hesablayın. Uyğun düzbucaqlının sahəsinin yarısını tapmaqla cavabınızı da yoxlaya bilərsiniz. Əla. Məsələn, baxın uşaqlar, deyir ki, 2 damanı 1 sm götür. Gəlin hesablayaq. Baxın, bura 1 sm. Yəni, mən buradan qeyd edirəm. Bura 1 sm, 2 sm, bura 3. Oldu mu uşaqlar? Bu katetimiz 3 sm. Bura baxıram. 1 sm, bu da 2 sm. Burada 2 oldu mu uşaqlar? Onda mən misal nömrə 1-in A variantını necə yazmalıyım? Yazmalıyım ki, S bərabərdir 3 vur 2 bölünsün 2-yə. Bu 2 ilə bu 2-ni ixtisar edə bilərəm. Cavabımız elədir 3. Keçirəm məsələn B variantına. B variantına bax, yenə də bu məsafəmiz olacaq 3. Burada elədir 1. Nə etməliyəm uşaqlar? S bərabərdir 3 vurulsun 1 bölünsün 2. Yəni
2'də 3. 3'ü də 2'ye bölsəm neçə eləyəcək cavabımız? 1/5 şəklində qeyd etmək olar. Baxın burada tamam fərqli. Burada 2 damamız 1 oldu. Buradan 1, bu da 2. Bu elədi 2 santimetr. Onda bizim bu C variantımız nə olacaq? S bərabərdir 1 vurulsun 2 bölünsün 2'yə. 2 ilə 2'ni qısayırsa nə oldu cavabımız? 1 şəklini alacaq uşaqlar. Sonra gəldik burada. Baxın bura 1 santim, burada 2 santim. Oldu bura 2. Burada bəs bura 1 santim, burada 2 santim. Biz əvvəlcədən demişdi 2 santim, 1 santim. 2 dənə damanı 1 santimetr götür demişdi. Ona görə də S bərabərdir 2 vur 2 bölünsün 2'yə. Bununla bu getdi. Burada 2 şəklində olacaq. Buradan uşaqlar baxın. İndi bax burada neçə santim var? Bax 1, bura 1 santim. Burada onun yarısı olur bu uşaqlar 0,5. Hə, demək onda bura neçə oldu? 1/5. Buradan bəs 1, 2. Burada 2'dir. Onda sənə sahəni tapmaqdan ötəri Y variantında S bərabərdir 1/5 vurulsun 2 bölünsün 2'yə. Bununla bunu ixtisar etsə 1/5 şəklini alacaq. Yəni bu şəkildə olmalıdır. İndi gəldi ikinci suala. Deyir ki bizə ABC üçbucağının sahəsini tapın deyir. Uşaqlar baxın A, B və C üçbucağı. Budurmu ABC üçbucağı? Bəli. Uşaqlar bu katetlərdir. Katetlərdir A variantında. Deməli nə etməliyik? Katetlərinin hasinin yarısı. Bununla bunu ixtisar etsəm 4. Altına 4'e vursam neçə eləyəcək cavabımız uşaqlar? 24 şəklini alacaq. Məsələn B variantına baxsaq, uşaqlar bura 5'dirsə burada 5 olacaq. Məsələn və yaxud da burada nə olacaq? 15 olacaq. Onda mən bax yenə ABC üçbucağını bu hissənin sahəsini tapmaq istəyirəmsə S bərabərdir 5 vurulsun 15 bölünsün 2. 5 15'e vursam 75. 75'i də 2'ye bölsəm neçə olar aşağılar? 37,5 şəklini alacaq uşaqlar. Gəldik sonra. Baxın uşaqlar bura 12'dirsə burada 12 olacaq. Bura 12'dirsə burada 12 olacaq. Bu şəkildə olacaq. İndi uşaqlar buradan mən C variantını tapmaq istəyirəm. S bərabərdir 12 vurulsun 12 bölünsün 2'yə. Bununla bu getdi bura 6. 12 vurulsun 6. Neçə eləyəcək cavabımız? 72 şəklini alacaq uşaqlar. Gəldi üçüncü suala. Deyir ki bizə düzbucaqlı üçbucaqların sahələrini tapın. Baxın uşaqlar katetlər verilib 3'ün A variantında. Nə yazacaq? S bərabər 6 vur 4 bölünsün 2'yə. Bununla bura 2. 6 vurulsun 2 bərabərdir 12 şəklində olacaq. B variantında da baxın S bərabərdir. Katetlərimiz biri 10, digəri də 10'dur. Bu şəkildə bura ixtisar elədik. Cavabımız elədi 50 mm. Bu şəkildə olacaq. Sonra gəldik C variantı. C variantı yenə də bu uşaqlar 90 dərəcə söykənən bu bucaqlar nə oldu? Bizə katetlər verir. 7 vur 9 bölünsün 2'yə. Nə oldu buradan? 63 bölünsün 2. Bu da elədi 31,5 şəklini alacaq. D variantına baxsaq S bərabərdir 5 vurulsun 3 bölünsün 2'yə. Bu elədi 2'də 15. Bu da bərabərdir 7,5 şəklini alacaq uşaqlar. Aha, indi uşaqlar baxın. 4-cü sualda bizə sahə verilibdir. Biz tərəfi tapmalıyıq. Məsələn, burada necə etməliyik uşaqlar? Burada artıq tamam başqa şey soruşduğuna görə bizdən normalda mən A variantı yazana S bərabər nə yazmalıyam? S bərabər yenə bax bu məsələn BC tərəfini AB tərəfinə vurub 2'yə bölməliyəm. 24 bərabərdir 4 vurulsun və bura bir x deyirəm. X bölünsün 2'yə. Ondan uşaqlar mən necə eləməliyəm? Bax buradan. Bu 2 ilə 4'ü ixtisar edirəm. Bura 2. Yəni 2 vurulsun x bərabərdir 24'ə. Buradan x də bərabərdir 24 bölünsün 2'yə. X də bərabər neçə olmalıdır uşaqlar? 12 şəklini almalıdır. Məsələn bu B variantına baxsaq uşaqlar nə yazmalıyam? 60 bərabərdir 8 vurulsun. Bura bir x desəm x bölünsün 2'yə. Bununla bunu ixtisar etsəm 4. 4 vurulsun x bərabərdir 60'a. X də bərabərdir
60 bölünsün 4'e x də bərabər neçə oldu? 15 şəklini alacaq uşaqlar. Sonra gəldi yenə baxın eyni qayda ilə nəyə? 7-ci suala. İndi burada deyir ki x-dır yəni də deyilmi? Deyir ki 7'ni vurdum x'a böldüm 2'ye bərabər nə olmalıdır? 21 olmalıdır. İndi burada necə eləmək olar? Təbii ki, baxın uşaqlar, bunun fərqli yollarla həll edilir. Biz bunu belə yaza bilərik. 7'də 2'də 7 daha doğrusu. Uşaqlar, baxın, mən bu x'i bura yazsam, baxın 2'də 7 vur x bərabərdir 21 yazsam, buradan x bərabərdir 21 bölünsün 2'də 7 olacaq. X də bərabər 21 vurulsun 7'də 2'yə. Bununla bunu sayarsan bura 3. X də bərabərdir 6 şəklini alacaq uşaqlar. Sonra gəldik bura D variantına. D variantında da 12 vurulsun və bura bir x desəm bölünsün 2 bərabər 36'ya. Bununla bunu sayarsan bura 6. 6 vur x bərabər 36'ya. X də bərabərdir 36 bölünsün 6. X də bərabərdir 6 şəklini alacaq uşaqlar. Sonra gəldik biz nəyə? Gəldik burada. Uşaqlar, baxın burada fərqli tip indi suallar oxuyub cavab verməliyik. Deyir ki düzbucaq üçgenin katetlərindən birinin uzun 12, digər uzunluğu isə bunun 3'də 2 hissəsidir deyir aşağıda. 5-ci sualda. İndi bunun 3'də 2 hissəsidir. Yəni 12'nin 3'dən 2 hissəsini tapırıq. Onu nə? 12 3'də 2'yə vurmalıyıq. Bura 4, 8. Uşaqlar, baxın belə bir bura 12'dir, bura 8'dir aşağıda. Deyir ki, bu düzbucaq üçgenin sayəsini tapın. Tapaq 8 vurulsun 12 bölünsün 2 olacaq. Bununla bu 6. Burada elədi 48 şəklini alacaq uşaqlar. Sonra gəldik. Düzbucaq üçgenin katetlərindən biri 5 metrdir. Digərinin uzunluğu isə bundan 20% çoxdur. Yəni uşaqlar, baxın B variantında 5'in 20%'ini tapıram. Yəni 5'i 20'yə vurub 100'ə bölürəm. Bu elədi 1 uşaqlar. Sonra 5'in üstə 1 gəlim. Nə oldu? 6. Baxın uşaqlar, biri 5 imiş, biri 6 imiş uşaqlar. Bura 5'dir, bura 6'dır. Onda S bərabərdir 5 vur 6 bölünsün 2'yə. Neçə eləyəcək uşaqlar? 15 şəklini alacaq. Düzbucaqlı üçgenin hipotenuzu 5 cm katetlərin birinin uzunluğu bunun 80%-nə, digəri 60%-nə bərabər. Gəl baxaq aşağılar. 5'in 80%'ini tapıram. Neçə olur aşağılar? 5'i 80'ə vurub 100'ə bölməliyəm də, deyilmi? 400 bölünsün 100 olacaq. Bu elədi 4. Digəri 5'in 60%-nə bərabərdir. 300 bölünsün 100'ə. Bu da elədi 3. Deməli mənim katetlərim. Biri 3 imiş, biri 4 imiş. Buradan da S bərabərdir 3 vurulsun 4 bölünsün 2'yə. Bu da elədi 6 şəklini alacaq uşaqlar. Belə. İndi uşaqlar, sonra burada baxın bizi deyir ki istənilən bir üçbucaq verilib də bizə. Deyir ki, tələb olunan fiqurun sayəsini tap. Biz burada bu düzbucaqlı üçbucaqlardan istifadə edəcəyik. Nə etməliyik? Məsələn, mən bu bax bizdən ABC-nin sayəsini soruşur da ümumi. Biz bunu tapmaqdan ötürü uşaqlar, bax birinci mən buranın sayəsini taparam. Necə tapacağam uşaqlar? Bizə verilən bu katetlərə görə 8 5'ə görə bax yazıram S A B D-ni. Nə olmalı uşaqlar burada? Burada olacaq ki 8 vurulsun 5. Bu 6-cı sual idi də, elə deyilmi? 6'nın variantına bax. Bölünsün 2'yə. Neçə elədi? Bununla bunu isə 4, 20 elədi uşaqlar bu. Sonra tapıram S, D, B, C-ni. Neçə olacaq? 5 vur 10 bölünsün 2. Bununla bu getdi bura 5. Bu da elədi 25. Sonra biz bu ikisinin nəyini tapmalıyıq uşaqlar? Cəmini tapmalıyıq. Bu da elədi cavabımız 45. Mesela B variantına baxsaq. Bizə deyir ki ADB-ni. Uşaqlar baxın ADB-nin sayəsini tapmaq üçün ADB. İndi biz nə etməliyik? Burada da çıxmalıyıq aşağı. Nəyi çıxmalıyıq? Bax məsələn
Mən bu böyük üçbucağa görə baxsam, bu böyük üçbucaqda, bu böyük üçbucaqdır uşaqlar. B variantında. Nə yazmalıyam? Bax, katetlə 4'ü vurmalıyam. S-i tapmaqdan ötürü vurmalıyam. Bura ümumi uzunluğa 8'ə bölməliyəm 2'yə. Bununla bu getdi. Neçə oldu? 16 şəklini alacaq. Böyük üçbucağımız, yəni S, A, B, C bərabər 16. Sonra mən bu sarını taparam aşağıda. Sarı da oldu D, B, C'yə. Yəni 2 vur 4 bölünsün 2'yə. Bununla bu getdi bura 4. Sonra 16'dan 4'ü çıxmalıyam. Neçədir cavabımız? 12 şəklini alacaq. Burada da baxın aşağı 2 dənə bir-birinə bərabər üçbucaq var. Mən bunun sayəsini necə taparam? C variantında. Neynəməliyəm? 10 vur 4 böl 2. Bununla bu getdi. Bura 2. Bura elədi 20. Bax uşaq, bura 20'dirsə, burada avtomatik 20 olmalı. Çünki eynidir uzunluqda. Onun uşaq, bu 20 ilə 20'ni toplayıram. Ümumi uzunluq neçə olar uşaqlar? 40 olacaq uşaqlar. Yəni bu şəkildə baxmamız lazım. Gəldi 7-ci suala. Qayığın 2 yelkəni var. Böyük yelkən katetləri 2,5 ve 5 böyük yelkən isə katetləri bunlardan sonra qısa olan düz bir formasında bu formasındadır. Bu yelkənləri hazırlamaq üçün cəmi neçə kvadratmetr parça lazım? Uşaqlar baxın, 2 dənə yelkənimiz var. Bir belədir. Baxın, bir belə gəlir. Elə deyilmi? Biri isə daha qısadır və belə. Aha, deyir ki bizə uşaqlar. Bura məsələn katetlərimizdən biri 5'dir və bura 5'dir. Bura 2,5'dir uşaqlar. Deyir ki, digər katetlərimiz isə deyir kiçik yelkənin yəni burada birazca ayrıdır da uşaqlar. Bu belə gəlir. Bu birazca ayrıdır da bununla. Gəlin bunu biraz ayırağında belə bir şeydir. Kiçik yelkənin 0,5. Burada 4,5'dir. Burada 2'dir aşağıda. Ondan mən buranın, bax bu S1 olsun. S1'in sayəsini tapmaqdan ötəri 2,5'i 5'ə vurub 2'yə bölməliyəm. Uşaqlar baxın, bunu buranda bu elədi 12,5 bölünsün 2'yə. Altdan bizdə 25 şəklini alacaq. S2'miz isə olacaq 4,5 vurursun 2 bölünsün 2'yə. Bundan da bu getdi 4,5 elədi. Bizə də ümumi uzunluğu tap dediyinə görə altdan bizdə 25'in üstü 4,5 şəklinə gəlməliyik. Gəldi 5, 7, 10 tam %75 şəklini alacaq uşaqlar. Gəldik sonra 8-ci suala. Deyir ki bizə paxta uşaqlar üçün düzbucaqlı üçbucaq formasında istirahət kürsəsi düzəldilmişdir. Bu üçbucağın katetlərindən birinin uzunluğu 16'dır. Digəri isə bundan 25% qısadır. Yəni 16'nın 25%'ini tapıram. Bununla bu xissaya gedə bura 4. Bununla bunu burada neçə? 4. 4. Yəni 16'dan 25% qısa. Yəni biri 16, 16'dan 4% qısa. Neçə oldu? 12. Baxın, belə bir şey oldu aşağıda. Deməli mənim katetim bura 12 imiş, burada 16 imiş aşağıda. İstirat köşəsinin sayəsini tapdı isə S bərabərdir 12 vur 16 bölünsün 2 olacaq. Mən bununla bunu xısayəsəm bura 8. 12'ni də vursam 8'ə neçədir uşaqlar? 96 şəklini alacaq uşaqlar. Aha, mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın uşaqlar.